sizə? Nənənin ad günüdür? Hə. Nənənin adı nədir? Cüsüm. Cüsüm? Gülsüm? Hə. İndi təbrik elə görüm nənəni. Cüsüm nənə, təbrik edirəm. 100 yaşa çıxarsan. Biz səni çox sevirik. Hamımız çox sevirik. Hamımız da öpürük. Mətni kim öyrədibsən? Bu hədiyəni götür, bunu nəniyə apararsan. Bu sənindir. Amma nəniyə vermə. Bu ata nənədir Gülsüm nənə, ana nənədir. Ananın anası da atanın anasıdır. Ananın. Ananın anasıdır. Mətni də ana öyrətmişdi, çıxıb belə deyərsən. İndi onu unut. Özün nə demək istəyirsən Gülsüm nəniyə? Elə bunu. Elə bunu? Pul verirmi nənə, sənə pul verirmi? Vermir. Hə, verir. Verir? Oradan ana deyirdən verir. Pensiya alır nənə? Müavinət. Hə. Nə qədər alır? 500 manat, 1000 manat. Sənə nə qədər verir? 1 manat. Hə. Görsən. Bu iradə qızımızı bir rəhdən alqışlayaq. Dünya gözəldir, zaman gözəldir. Mən sevən gözəl, yaman gözəldir. Dünya gözəldir, zaman gözəldir. Mən sevən gözəl, yaman gözəldir. Ey mənim mehriban bacım, ey mənim əziz bacım, ey mənim gözəl göyçək bacım, dünyalar qədər sevdiyim bacım, ay gözümün işığı bacım, səni ürəkdən təbrik edirəm ay gününü, sənə can sağlığı, uzun ömür, həyatında müvəffəqiyyətlər arzu edirəm bacım. Bacım o gün olsun ki, nəticələrinin də toyunu görəsən, amma can sağlığı ilə, mənim kimin yox, can sağlığı ilə. Səni ürəkdən təbrik edirəm. O gün olsun ki, 100 yaşını təbrik edirsən, Gülsün də gəlsin, çəksin. Amin. Amin. Salam Gülsüm xala. Səni təbrik edirəm. 100 yaşayasan. Əsas can sağlığıdır. Sizə can sağlığı arzulayıram. Evladlarının, nəvələrinin yanında həmişə olasan. Bir daha sizi təbrik edirəm. Yasəmənlər açanda, bülbül bağa uçanda, yasəmənlər açanda, bülbül bağa uçanda, oxuyanda nəğməni, xatırlayarsan məni, oxuyanda nəğməni, xatırlayarsan məni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Mama, səni təbrik edirəm. 100 yaşa, sağlam yaşa. Həmişə var olasan, başımızın üstündə olasan, həmişə yanımızda olasan. Allah verən ömrü sən sağ, salamat yaşa. Öpürəm səni, çoxlu-çoxlu, maç, quc. Gözüm, aldığım nəfəsim, döyünən ürəyim, gözəl anam mənim. Səni təbrik edirəm, mövludu mübarək. Sənə dünyanın ən şirin neyməti olan can sağlığı arz edirəm.
Allah səni bizim başımızın üstündən əks eləməsin. Allah sənə bütün arzu istəklərə çatdırsın. Dərddən, qəmdən uzaq olasan. Üzün daima gülsün. Biz sənin zəhmətini nə etsək də heç vaxt ödəyə bilməyəcəyik. Haqqını halal elə. Var ol həmişə. Öpürəm səni. Sənə sağlam həyat arzu edirəm. Heç vaxt xəstələnməyəsən. 100 yaş. Boya başa çattıran, elimi, üzümü, gözümü öpen ana. Benim anam göz bebeğim, benim anam cennet meleği. O kadar darıtır yüreğim, inan sensiz kimse benzetmez yerini. Öpürəm sənin əllərini, bir ömür sol. Hello mamanya. Mama səni təbrik edirəm. Allah sənə uzun ömür, can sağlığı versin. Allah səni bizim başımızın üstündən əks eləməsin. Mən 1, 2, 3 deyəndə hamı bir nəfər kimin amin desin. 1, 2, 3. Amin. Öpərəm əllərindən, öpərəm gözlərindən. Gözəl insan, qayğıkeş ana, əziz qaynanam, səni doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Öpürəm səni. Sənə huzurlu həyat, sevinç dolu günlər, həmişə belə gözəl, təravətli qalmağını arzu edirəm. Bir də təbrik edirəm. Öpürəm səni. Evimizin Ağbirçəyi Gülsüm nənə, səni 75 illik münasibəti ilə təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Allah səni balaların üstündən əks eləməsin, var olasan. Nəvə nəticələrdən toylarını, xeyir işlərini görəsən inşallah. Öpürəm səni, var ol həmişə. Güdəyək hər zaman, sən mənə can qaynana, mən sənə can qaynana. Kaş gidəyək hər zaman, sən mənə can qaynana, mən sənə can qaynana. Kaş gidəyək hər zaman, sən mənə can qaynana, mən sənə can qaynana. Kaş gidəyək hər zaman. Selamünaleyküm. Gülsüm bacı, səni təbrik edirəm. 100 yaşa, sağlam yaşa, nəvələri toyun görəsən, nəticələri toyun görəsən. Öpürəm səni. Böyüklikdən Allah əsk eləməsin səni. Hac günü mübarək, günə gün olsun, 100 yaşın olsun. Öpürəm, təbrik edirəm. Gülsüm bacım mübarək. Sen başımın tacı kardeş sen ömrümün yazı kardeş sen kalbimin oldu kardeş gözümün nuru kardeş sen başımın tacı kardeş sen ömrümün yazı kardeş sen kalbimin oldu kardeş gözümün nuru kardeş. Bibi, səni təbrik edirəm. Allah sənə sağlam uzun ömür versin. Nəvələrinin, nəticələrinin toyunu görəsən. Əziz Gülsüm bacım, sənin ad gününü təbrik edirəm. Sənə həyatda ən gözəl neymət olan can sağlığı, xoşbəxt həyat arzulayıram. Neçə gözəl ad günlər keçirəsən. Öpürəm, bağrıma basıram səni.
təbrik edirəm sən, bir 100 yaşın olsun. Allah sənə can sağlığı, uzun ömür versin. Yaxşı mənim biblərim vardır. Sən canımdan bir cansan, bacı sənə qurban. Ürəyimin parassan, o doğmayana. Hər dərdimə şərik olub qəlbimi duyan. Sevincimə sevinç qatıb qol qanadacaq. Hər dərdimə şərik olub qəlbimi duyan. Sevincimə sevinç qatıb qol qanadacaq. Can bacı qurban, ömrüm sənə qurban. Can bacı qurban, ürəyim. Mənim hər kəsdən çox sevdiyim, ən gözəlim, ən dəyərlim, əzizim, ən qiymətlim, gözəl nənəm, Mövludun mübarək, səni təbrik eləyirəm. Allah səni mənə, bizə çox görməsin. Yaxşı ki varımızsan. Sən böyük nemətsən bizim üçün. Allah səni bizə çox görməsin. Böyüklükdən əski olmayasan. Sən mənim ən qiymətlim, ən dəyərlimsən. Ən əzizim, ən sevdiyimsən. İşdən ancaq ki vaxt tapıb, idarənin həyətində ancaq belə təbrik edə bilərdim səni. Gülsüm xanım, sizi təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzulayıram. Allah sizin canınızı sağ eləsin. Sizə o birisi nəvələrdən nəticə qismət eləsin inşallah. Necə deyərlər, can sağlığı arzulayıram. Allah sizi böyüklükdən əski eləməsin. Bu gece gel benim ol diyemem. Sana ben aşkımı söyleyemem. Utanırım beni öp diyemem. Ele güne sorma beni. Yaralama vurma beni. Hani o tatlı gönül çiçeğim. Hani kanatlı. Gülsüm ana, mən səni təbrik edirəm. Ah günün mübarək, biz səni çox istəyirik. Gülsüm ana, ah günün mübarək, biz səni çox istəyirik. Nənəcan, səni təbrik edirəm, 100 yaşayasan, uzun ömrü, can sağlığı, Allah sənə xoş ömür yaşatsın, İnşallah nəticələrinin toyunu görərsən, öpürəm səni, sağ ol. Nənə, səni təbrik edirəm, 100 yaşayasan, sağlam yaşayasan, öpürəm. Əsası var, bir baxın bu gözəlliyə. Kimin belə nənəsi var, bir baxın bu gözəlliyə. Kimin belə nənəsi var, kimin belə nənəsi var, kimin belə nənəsi var, kimin belə nənəsi var, kimin belə nənəsi. Salam nənə, səni təbrik edirəm, 100 yaşa. Allah sənə uzun ömür, can sağlığı versin. Allah səni bizim başımızın üstündən əski eləməsin. İnşallah 100 ilini qeyd edirlər. Öpürəm səni. Dövlət Təhlükəsizliyi Xidməti. Gülsüm xala, sənin 75 illik yubileyini təbrik edirik. Neçə belə ad günləri keçirdəsən. Uşaqları ilə, nəvələri ilə, nəticələri ilə. Salam Gülsüm xala, sizin ad gününüzü təbrik edirəm. Necə gözəl yaşlara çıxasınız, sevdiklərinizlə, ailənizlə bir yerdə inşallah. Salam Gülsüm xala, necəsən? Sənin yubileyini təbrik edirəm. Səni öpürəm, çoxlu-çoxlu bağrıma basıram. Uzaqda da olsaq, ürəyimiz səndəndir, sizlə bir yerdədir. Sənə can sağlığı, könül xoşluğu, övladları ilə, nəvələri ilə bir yerdə gözəl günlər arzulayıram. İnşallah onların toyunu görəsən, onların toyunu eləyəsən. Həmişə xoş günlərdə, xoş anlarda görüşək.
Sağ ol, səni öpürəm, çoxlu-çoxlu bağrıma basıram. Çəksən? Başla. Başlayayım? Hə. Gülsüm xala, səni təbrik edirəm. Neçə belə illərə çıxasan, neçə belə bayramlara çıxasan. Bayram yox, yubiley. Bayram deyil, yaxşı, yubileylərə çıxasan. Təbrik edirəm, öpürük hamımız. Gəncədən gəlirəm, yüküm furmadır. Gəncənin yolları burmadır. Gəncədə bir qız var, teli durnadır. Günəşə sən çıxma, mən çıxım deyir. Gəncədə bir qız var, teli durnadır. Salam Gülsüm xala, səni ad günü münasibəti ilə təbrik edirəm, sənə can sağlığı arzulayıram. Həmişə əzizlərinlə bir yerdə olasan, həmişə bizim əzizimiz olasan, həmişə bütün qohumlar tərəfindən seviləsən, sevəsən, öpürəm səni, sənə bir daha ad günü münasibəti ilə təbrik edirəm. Gözəllər gözəli, mələklər şahı xalam, səni doğum günü münasibəti ilə təbrik edirəm. Sağlam canla 100 yaşa, öpürəm səni. Gəncədən xəbərlər. Pirimini qırıqdır. Ölürəm aman, yanıram aman, sevirəm aman, esmirəm. Ölürəm, yanıram aman, sevirəm aman, esmirəm. O qara gözlərinin qəmzəsi yandırdı məni, o gül yanaqlarının çöhrəsi öldürdü məni. Xalaların xalası, səni qələbə günü münasibəti ilə təbrik edirəm. Sənə can sağlığı, uzun ömür, həmişə belə cavan qalasan, həmişə də qələbə çalasan. Evdə, hər yerdə. Öpürəm xala, bir daha təbrik edirəm səni. Həmişə belə gözəl olasan, həmişə qəşəng olasan, həmişə nəvələrimin, balalarımın xoş günlərini arzu edirəm xala sənə. Öpürəm, bir daha təbrik edirəm ad gününü. Gülsüm xala, səni öpürəm, səni təbrik edirəm. Allah sənə can sağlığı versin, 100 yaşa. İnşallah nəvə nəticə toyu görəsən, həmişə var olasın, həmişə səsin gəlsin. Xala, təbrik edirəm səni. Salam Gülsüm nənə, necəsən? Yaxşı olasan. Ad gününü təbrik edirəm, 100 yaşayasan. Öpdüm sənin üzündən. Düşəndə tüvrəyi dilbər xəyala axşam var. Məhəbbətə bir düşər min məlalə axşam var. Düşəndə tüvrəyi dilbər xəyala axşam var. Məhəbbətə bir düşər min məlalə axşam var. Gülsüm nənə, mövzunuz mübarək olsun. Allah sizə bərəkətli ömür nəsib eləsin. Allahın sevdiyi bəndələrdən olarsın inşallah. Sükut olup sakitçe yanımdan ötüşerim. Sükut olup sakitçe yanımdan ötüşerim. Saç saçından oldum söğütleyip düşerim. Söğütleyip düşerim. Sükut olup sakitçe yanımdan ötüşerim. Sükut olup sakitçe yanımdan ötüşerim. Saç saçından uzun söyləyir. Gülsüm bacı, təbrik edirəm səni, 100 yaşa, sağlam yaşa. Allah sənə uzun ömür, can sağlığı versin, böyükdən əksik olmayasan. Allah səni həmişə var eləsin, öpdüm səni. Qudalar, qudalar, mehriban can qudalar, deyirəm evlatlara, çaldırım toy qudalar. Qudalar, qudalar, mehriban can qudalar, deyirəm evlatlara, çaldırım toy qudalar. Qudalar, ay qudalar, mehriban can qudalar, deyirəm adil külçüləri. Can nənə, gözəl mehriban nənə, acılı mübarək səni öpürəm. Biz səni çox sevirik.
kesim özüm. Kızıma lay lay çalaram, uzun telini tararam. Kızımın güzel sesi var, şirin şirin küsmesi var. Tellerinin arasında kırmızı gül ilmesi var. Yüreğim darıkanda gelir, bu benim kızımdır. Halımı soruşar sevinen, bu benim kızımdır. Koymaz ona həsrətdə qalar, bu benim kızımdır. Yüreğim darıkanda gelir, bu benim kızımdır. Qayğıkeş ana, gözəl qaynana, yeni yaşın mübarək. 100 belə illər keçirdəsən. Balalarının başın üstdən əski olmasan, həmişə süfrəzin başında oturasan. Əmmin evinin işığını yandırasan. Sağ ol, var ol. Allah səndən razı olsun. Biz səndən razıyıq. Biz olsa heç vaxt hiss eləməmişik. Bizim əmmimiz orada yoxdur. Həmişə belə gülərüz, qonaqpərvər, sağlam qalasan. Öpürəm səni. Salam, salam aleyküm. Gülsüm, səni yubiley münasibəti ilə təbrik edirik. Sənə uzun ömür, can sağlığı arzu edirik. Sənin həmişə balalarının, nəvələrimin üstündən Allah səni əskik eləməsin. Sənə uzun ömür arzulayırıq. Çox sağ ol. Yaxşı ki sən varsan. Yaxşı ki sən bizim dayımızın yoldaşı olmusan. Həmişə var olasan. Səni öpürük, sağ ol. Kürsüm, sənə təbrik edirik. Sən bilirsən ki, bizim ailə səni nə qədər çox istəyir, nə qədər səni sevirik. Tərənə də, mən də, Hacı da, Akif də, şair də, bizim evimin ən əziz adamısan. Səni çox istəyirik. Mamamın istəkli gəlinisən. Həmişə evimizin sözü, söhbəti, şirini, şəkəri olmusan, sevimlisi olmusan. Səni təbrik edirəm, 100 yaşayasan, neçə illə belə yaşayasan uşaqları ilə, nəvələri ilə bir yerdə. Nəvə toyları görsən, oğlan nəvələrinin toyunu görəsən, Şikonun uşaqlarının toyun, Yuskanın toyun, Mətinin toyun, inşallah. Allah sənə can sağlığı versin, uzun ömür versin. Allah səni bizim üstümüzdən əksik eləməsin. Öpürəm səni, çox istəyirəm səni. Özün bilirsən ki, mən bilirəm sən mənə nə qədər çox istəyirsən, o qədər də ondan da 5 qat artıq mən səni çox istəyirəm. Öpürəm mənim kürsümüm. Sağ ol, yaxşı ki sən varsan. Я не знаю, что сказать еще. Все, knopkaya basın. Tebrik söyleyirik sana yürekten, hoş gün dileyirik sana felekten. Hiç seçilmeyirsen vallah melekten. Ad günün mübarek, mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ad günün mübarek olsun. Mübarek olsun, mübarek olsun. Ad günün mübarek olsun. Ay salam əleyküm. Mən nə deyim, gəlsin sizin xoşunuza. Əziz və mehriban mənim dayıcanım. Sənin ad günü təbrik edirəm. Sənə uzun ömür, can sağlıq. Sən dünyanın ən gözəl dayıcansın. Çünki sən mənim dayıcamsan. Sənə uzun ömür, can sağlıq. Öpürəm səni ürəkdən. Çox sağ ol. Hər vaxtınız xeyir olsun, mənim əziz, mehriban qohumlarım. Dahilərin gözəl bir sözü var, deyir, bir insanı tanımaq istəyirsənsə, onun gördüyü işlərə nəzər sal. Həqiqətən də, mənim Gülsüm xalam belə gözəl insanlardan, yəni əl qabiliyyəti gözəl olan, gördüyü işlərin öz bəhrəsini verən gözəl insanlardan biri də Gülsüm xalamdır. Gülsüm xalam gözəl bir gündə Böyük Vətən müharibəsi
bitdikdən sonra babamın müharibədən qayıdıb sevincinə bir sevinç də qatan, babamın bilmirəm sevincinin hansı dövrünə düşübsə də, xalam belə bir gözəl gündə, qələbə günündə dünyaya gəlmişdi. Deyir, xala məhəbbət simvolu, ana ürəyinin bir parçasıdır. Əgər mənim anam, Rızaqlı babam yaradıcılığının birinci hissəsi, ailə yaradıcılığının birinci hissəsinin sonuncusu olmuşdusa da, Gülsüm xalam isə babamın ailə yaradıcılığının ikinci hissəsinin ilk bəhrəsidir. Gülsüm xalam evinə, balalarına, yaxınlarına işıq saçan, sevgi bəxş edən, öz səmimiyyəti və çiçək ətirli varlığı ilə bir həyatı gözəlləşdirən incəlik və gözəllik təcəssümü olan gözəl bir insandır. Mən belə bir gözəl insanı, dost doğma, əziz xalamı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ona xoşbəxtlik, ömrünün qalan hissəsini mənalı yaşamağı, sevgi dolu bir həyat arzu edirəm. Tanrı sizi və yaxınlarınızı qorusun. Mənim əziz xalam, sizi bağrıma basıb, ürəkdən öpürəm. Var olun. Allah sizləri qorusun. Amin. Səni təbrik edirəm, can sağlığı arzu edirəm. Allah səni böyüklükdə nəsib eləməsin, canın sağ olsun, həmişə var olasın. Öpürəm səni. Salam bibi, ad günü təbrik edirəm. 100 yaşayasın. Təbriklər bibi, ad gününü təbrik edirəm. Neçə belə gözəl illərə çıxasan inşallah. Uzun ömür, can sağlığı arzu edirəm. Təbriklər, 100 yaşayasın. Ad günü mübarək bibi, təbrik edirəm, 100 yaşa. Allah sənə can sağlığı versin. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadağım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadağım. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşadağım. Üstümüzdən keçdi külək, üstümüzdən keçdi külək, şən zərafat şirin kələk. Biz mehriban. Bu gün mənim üçün çox dəyərli olan birinin bibimin ad günüdür. Bibimi tərənnüm etməyə kəlmələr yetməzkən, Eliş də deyir ki, qısa bir videoya yerləşdir ki, tam video çarxı alındıra bilim. Mən bibimə necə bir ömür arzulayıram, bibimə elə bir ömür arzulayıram ki, Vahid əzizində dediyi kimi, qapı pəncərəni öz evimdə özüm aça bilim, bağlaya bilim. Ad gününüz mübarək. Mən səni çox sevirəm. Təbriklər Gülsüm. Sen güləndə dünya gülür, gözlərinə nur ələnir. Unudaram dərdi qəmi, sən güləndə, sən güləndə.
təbrik edirəm. Ad günün mübarək. Neçə gözəl belə illərə çıxasan. 100 yaşayasan. Öpürəm Allah amanında, özünə müğayət et. Salam Bibican, sənə ad gününü təbrik edirəm. 100 yaşayasan, nə arzun, nə niyyətin var, Allah hamısını qəbul eləsin. Sağlam yaşayasan, heç vaxt problem, dərd, stres, heç də yaşamayasan. Allah sənə uzun ömür, can sağlığı versin. Öpürəm səni çoxlu-çoxlu. Amerikadan sevgilərlə. İnşallah gələndə səni öpüb qucaqlayıb bağırma basacağım. Hədiyyəvi də özümdən gətirəcəm. Öpürəm səni çoxlu-çoxlu. Var olasın, Allah səni bizə çox görməsin. Ürəyimsən mənim, ürəyim. Bibi can. Bibi can, bibi can sənə qurban, bibi can, bibi can sənə qurban, bibi həna yaxıb başına olarsan cavan, bibi həna yaxıb başına olarsan cavan, bibi can, bibi can, ay bibi gəlsin səsin, əziz sənə bir kəsin, otur qardaşın balası sənə qulluq eylə. Ad gününüz mübarək Kürsüm xala. Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun, nəvələrinizin, nəticələrinizin xoş günlərini görəsin inşallah. Öpürəm çoxlu. Kürsüm bibi, ad gününüz mübarək. Allah sizə can sağlığı versin. Allah sizi həmişə var eləsin. Sizə can sağlığı, uzun ömür arzulayıram. Həmişə ümid yeri olasınız. Öpürəm sizi. Elşədə təşəkkürlər. Gəldik, çıxdıq video çarxın sonuna. Kimlər ki bu videoda mənə dəstək oldular, kimlər ki videonu çəkdilər, təbriklər göndərdilər, çox sağ olun. Bəziləri oldu ki, onlar eləmədilər, mən onları məcbur edə bilmərəm. Onlar da sağ olsunlar, var olsunlar, yaxşı işlərinə borc olsun inşallah. İndi keçək nənə sənə təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Həmişə var olasan, həmişə sənin kölgəvə yığışın, əsas da 6-cı gündə. O bir övladlarının da toyunu görəsən inşallah. Nəvələrinin toyunu görəsən, xeyir işlərini görəsən. Həmişə var olasan, yaxşı ki varsan. Biz səni çox sevirik. Allah sənə canına dəyməsin, var olasan həmişə. Dedim ben de şiir mən sənə deyim. Deyir ki, Azərbaycan dilində deyilir, mən nənəmi çox sevirəm. Poeziyada deyilir ki, nənə varsa bir ocaqda, bir evdə, izi, tozu, kölgəsi də əzizdir. Tək səsi gəlsin, eybi yox, onun acı kəlməsi də əzizdir. Sən bizə çox əzizsən. Allah səni var eləsin. Öpürəm səni.